Dəyərli Avtop kanalı izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Lada Priora. Məlumatdan biraz zəhmət olmasa məlumatlarını. 2012-ci ildir, 9500. 9500 qiymət deyilir. Mexanik sətlə qutusu, salonu vəziyyəti isə sərgiyə vəziyyəti. Arxasında 2 dənə kolonkası var. Qiymət 9500, realiz olsa şey olacaq. Əlaqə nömrəsi? Əlaqə nömrəsi 077 502 5004. 5004. Maşın belə motorunda, korobkasında Heç bir problemi yox. dəyişim olub, vurğuda dəyişim olub. Əziy olub, qabaq kreli dəyişilib, bir də krasker salınıb. Çözüm işlər saldı. Aynen. Yedi böyle patlayasın inanın buraya yaxşı. Altında 4 dənə təzə dişələr var, eski üzgüləri. Dəyərli Avtop kanalı izləyicilər, sizə növbəti bir avtomobil təqdim edeyim. Lada 06. Məlumatları zəhmət olsun verəsiniz. İl 2005, qiymət 4300-ə deyirəm. 2005-ci il. Motor Moskorobka ideal vəziyyətdə, korobka 4-dür. 4. İşdir. Heç bir Atma, problem yox. gecikmə yoxdur. Atma zat etsin yox. Motorda yağ azı olma zat etsin. Mosta səsi yoxdur, perodok top kimidir. İçində yüngüvari çatları var. Amma sağlı vəziyyəti sərgiyə vəziyyətədir. Bu da avtomobilin arxa səsi. 2 dənə kolonkaları var. 4 dənə altında təzə dişələri var. Əlaqə nömrəsini dediniz? 050 764 61 95. 4500 qiymətidir. 4300 deyirəm. 300. Hə. Real olsa şeydə olur. Razılaşma. Sizə növbəti bir avtomobil təqdim edeyim. Lada 099. Sahibi öncədən məlumatlarını versin hamısını. İl nədir? 2003. 2003. Salonun vəziyyəti buzurdur. Sərgiyə vəziyyətidir. 2 dənə kolonkası var işlətdə. Zabaskı maşın. Dəyişini tal burada olub. Yox, vuruq yoxdur. 2 dənə qabaq kırılırlar dəyişilib su. Bəs qranatları zadınca? Qranatlar zətləri yaxşıdır. Günüş günə problem yoxdur ki avtomobil. Yox, xodda sürür. Başda 5 ay yaxında özümdədir. Problemlərini də aradan qaldırmışım. Motorun yazılma yoxdur. Yox. Altında 4 dənə təzə dişələri var. O qapıda bir dənə xal var, 2 yedi. Altında çürük yox. Altında çürük pası da yoxdur. Zabaskı ölümsüzdür. Qiymət 4600. 4600 qiymət deyilir. Əlaqə nömrəsi 077 538 538 439. 4339. Növbəti
Bir avtomobil təqdim edeyim. Lada 07. Məlumatdan verəcəm otomasa. 2008 Ha. maşın bez detal maşındır. Xadavoyunda heç bir problemi yoxdur. Getdiyi spilometrdəki cəmi 132 min yol gedib. 132 min. Aha. Bəli. Maşında heç bir Eskorovka? problem. 5 karovkadır. Mostu karovka, motor ideal, motor açılmıyor. Karovka açılmıyor, most açılmıyor. 4 dənə arxasında kolonkalar var. Bəli, orijinal Maintron, 4 orijinal kolonkası. Yəni təkəri yaxşı altında, heç bir problemi yoxdur. Aha. Birinci gün açılır maşın. Bakırına özünkidir. Bəli, bəli. Most, korobka. Hamısı ideal. Hamısı ideal. Diferində səs yoxdur ki. Heç bir şey, heç bir problem. Altında 4 dənə təkərlər var. Qiymətlərini deyəcəm otomasa. Qiyməti 6500-ə deyirəm, razılaşmaq olar inşallah. Bir də əlaqə nömrəsi. Əlaqə nömrəsi 077 547 2500. 25.00. Bəli. Arxa bagajda sürəsiz. Hemen de salardım. Hə? Hemen de salardım. Neyləməsin? Sapasını təkərə gedən var idi. Bunun altı. İzləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Lada Priora. Məlumatdan verəcəm otomasa. 2014'tü, 11 bin manat. 11.600. 11 bin manat. 11.000 manat qiymət deyilir. Realcı olsa şeydə olacaq. Maşının nə pərdə var, nəyi yoxdur. Motorunu yazılma var. Yok yok, motor teze yığılır. Her şey qaydasında yağ yeməsi. Numara yürüyüş neçədir? 222 bin. 222 mində yürüyüş. Salon vəzisi, sərgiyə vəzisi, arxasında da 6 dənə kolonkası var. Belə. Çatçıldan göstər avtomobili. Dəyişim taburu da alıb. Qabaq sedanlı var yəncə. Əlaqə nömrəsini deyəsiniz. 055 345 54 06. 11.000 manat qiymət deyilir. İnşallah realcı olsa her şeydə olacaq. Növbəti bir avtomobili təqdim edeyim. Lada 07. Arxasında 6 dənə kolonkası var. Salonu sərgiyə vəzislədir. İl nədir? 2009-cu ildir. Dəndən pribor, ev ayğatlar, AMG pedallar. Məlumatlar verə satılır. Dəyişən tabur da olur. Aha, sağ tərəf krilo işlənir. Dört tane altına təzə tikələri var. Bu isə avtomobilin görünüşü. Əlaqə nömrəsi, 050 754 54 88. qiymət Qiymət 5 yarım. 5 yarım deyilsiniz. Sadəcə aldığınızda şeydə olacaq. Bəli. Motorla yazılmış, sakın kısaltma disklər. Yox. Bəs mostunda da anda bir səs var. Yox, yox. Gün içi heç bir xəstə eləmir, bir. Bəli. Salonda təzə yığılıb, steykalarına işləyir. Salonu qəşəng yığılıb. Realcı olsa zəngi blaqı saxlaya bilər. İzləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Lada 15
Arxasında 2 dənə kolonkası var. İl nədir? 11. 2011-ci ildir. Altında 4 dənə təzə təkələri var. Bu isə avtomobilin görünüşü. Bir sabit. Motorlu azaltma yoktu ki. Yox. Sürətlə qısaltma. Dəş neytə alınıb da. Məndə yox, məndə olmur. Siz nə əvvəl alıb bilmişsiniz. Hə, yox. Yəni belə götürəndə problem yoxdur. Kimə lazımdır göstərmək Qranatlar, olar. ekranlar necə? Qəşəng. Sürü pası yoxdur ki. Yox. Qiymət nə gedəcək? Qiyməti 8 yarıma verir. 8 yarım inşallah sahibi qiymətindir. Real olsa şeydə olacaq. Hə, Bir əlaqə nömrəsi 050 523 1207. 1207. Növbəti bir avtomobil təqdim edim. Lada Granta. Məlumatdan verəsən olmasa. 2019-cu il avtomat korobkadır. Sonra probegi də orada yazılıb. 248 248 min. 165. Salını vəzdi. Bu cürdür. Öz radına şeykalar da. Hə, zaman çıxır. Söküyor, heç nə yoxudur. Qiymət nə gedəcəksiniz? 010 314 01 13. 010 314 01 13. İldə 2019-dur. Qiymət nə qədərdir? Qiymət 13 min. 13 min də qiymət deyilir. Real olsa şeydə olacaq. Avtomobil çöldən göstərək. Motoruna yağ azaltma da. Motoruna yağ azaltma yoxdur. Sahibi hər 4000-dən bir yağı dəyişir. Qiymət nə qədərdir? 13 minə deyirəm. İndi real alıcı olsa 5 manat, 3 manat, 500 manat söhbət edirəm. 2019. Neçə? Sizə növbəti bir Noetini təqdim edeyim. İl nədir? 2002. 2002-ci ildir. Motorunda yağ azaltmaları var. Xeyr. Dəyişmə tələbi. Dəyişənləri var. Bugünkü günü yəni ki Opel-a 011 almaq olur da 2002 maşın 4-4-də deyirəm real alıcı ilə razılaşarıq. 4400 sahibi qiymətindir. İnşallah real olsa aşağıda olacaq. Sürətlər qutusu 5 skorusu. 5 skorusu atıb eyir. Xeyr, xeyr, heç Atıb. nə. Elə. Sədən avtomobili təqdim edir. Altında 4 dənə təzə təkələri var. Motorxanasını göstərim sizə. Bagaj açılır. Bagaj. Zapası teşekkürden gider abi. Qiymət 4400-ə. Real alıcı ilə razılaşmaq olar. Bir də əlaqə nömrəsi 055 322 0024. Nardizin eyni nömrələrdir.